Bu videoda JavaScript-də AND və OR operatoruna baxacağıq. AND OR operatoru nədir? Ümumiyyətlə, əvvəl buna baxaq. Deməli, biz məsələn istifadəçidən 2 parol daxil edə bilərik. Məsələn, daha əvvəl biz istifadəçidən sadəcə 1 parol daxil edirdik və yoxlayırdıq ki, parol doğrudursa deyirdik ki, doğrudur. Burada istifadəçidən 2 parol daxil etməyimiz mümkündür. Daha doğrusu istəməyimiz. Məsələn, let parol 1 bərabərdir yazıram ki, prompt parolu daxil edin. Və ikincisini yazıram ki, let parol 2 bərabərdir prompt parolu daxil edin. Bu formada. İndi biz burada deyirik ki, hər iki parolu yoxlayaq. Adamın 2 dənə parolu var. Birinci parol, ikinci parol. Burada yazaq. Birinci parol doğrudursa, ikinci parol doğrudursa, desin ki, doğrudur. Xoş gəldiniz. Bu zaman burada AND operatorundan istifadə edə bilərik. Yazıram if parol 1 bərabərdirsə, adi şəkildə yoxlayıram. Məsələn, 1-2-3-ə, deyək ki, parol 1-2-3-dür. Və artıq burada AND operatorunda belə bir işarə var. Shift-lə 7-ni 2 dəfə basırsınız. Klaviaturada olan 7. Bu işarə düşür. Burada yazıram ki, parol 2 bərabərdir, məsələn, 4-5-6. Deyir ki, bu zaman alert sayta xoş gəldiniz. Əks halda else alert uyğun deyil. Nədir? Bu hər ikisi doğru olsa, parolların hər ikisi doğru olsa, bu da, o zaman yazacaq sayta xoş gəldiniz. İndi baxaq, mən yazıram, birinci parol yazıram 1-2-3, ikinci parol yazıram 4-5-6, bir sayta xoş gəldiniz. Amma burada əsas şərt, mütləq şəkildə hər iki parolun doğru olmasıdır. Həm bunun, həm bunun. Əgər məsələn, bu doğru olsa, bu yanlış olsa işləməyəcək. Məsələn, baxaq, mən birinci yazıram 1-2-3, səhv yazdım. Birinci yazaq 1-2-3, ikinciyə başqa şey yazıram. Görsünüz, yazır uyğun deyil. Yaxud birincini səhv yazıram, ikincini düz yazıram. Uyğun deyil. Mütləq şəkildə burada hər iki parolun ikisi də doğru olmalıdır. Mütləq şəkildə ikisi də doğru olmalıdır ki, o zaman yazılsın ki, doğrudur. Burada bu parolların sayını, yəni burada şərtlərin sayını artırmaq da olar. Let parol 3 bərabərdir. Məsələn, prompt yazıram. Yazaq prompt parol 3. Məsələn, qısa şəkildə yazıram parol 3. Burada yazıram ki, və parol 3 bərabərdir 7, 8, 9. Dırnaqda yazaq 7, 8, 9. Burada artıq 3 də doğru olmalıdır ki, adam sayta giriş eləsin. Məsələn, mən yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir sayta xoş gəldiniz. Amma birinci, ikincini doğru daxil etsəm, üçüncü səhv daxil etsəm, gecə uyğun deyil. Yəni, AND operatorunda mütləq şəkildə bunların hamısı doğru olmalıdır ki, burada şərt ötənsin. AND operatoru bu şəkildə işləyir. Bir də var OR operatoru. OR operatoru nədir? OR operatorunda budur ki, şərtlərdən yalnız biri ödənsə bəs eləyir. Yəni, ən azı biri ödənməlidir. Şərtini ödənmək üçün, true qiymətini alması üçün ən azı biri ödənməlidir. AND operatorunda bu şəkildə qoyulur. Shift-lə düz xətt. Daha doğrusu Enter-in yuxarılarında ətrafında bir düymə var. Shift-lə onu basırsınız, belə düz xətt qoyulur. Bu düz xətti qoyursunuz. Bu da artıq parollardan minimum biri doğru olsa bəs eləyir. Qalanları yanlış da olar. O zaman yenə yazacaq sayta xoş gəldiniz. Məsələn, baxaq, mən yazıram 1, 2, 3. İkinci ilə üçüncü səhv yazıram. Birinci sayta xoş gəldiniz. Amma üçün də səhv yazsam o zaman işləməz. Düz uyğun deyil. Yəni, OR operatorunda mütləqdir ki, parollardan ən azı biri doğru olmuş olsun. Digər ikisi yanlış olmuş da ola bilər. Amma biri doğru olmalıdır. Deməli, AND operatoru hamısı doğru olmalıdır. OR operatorunda ən az biri doğru olmalıdır ki, ödənsin, true qiymətini alsın və işləsin. Bu şəkildədir. Yəni, if else ilə yazdıq, true, false almağı. Bir də bunu şərtini ödənməyi, bir də true, false qiymətləri alma tərzinə baxaq. Məsələn, mən yazıram ki, let A bərabərdir 5, let B bərabərdir 7, let C bərabərdir 8. Mən burada yazıram alert A bərabərdirsə 5-ə və B bərabərdirsə 7-yə ikisini ilə götürək. Bu zaman nə olacaq? Bu zaman true qiymətini alınacaq. Niyə? Çünki A bərabərdir 5 alır. Daha doğrusu nəticəyə baxaq, ondan sonra davam edək. True qiymətini alır. Niyə? Çünki A bərabərdir 5-dir. A-nın 5 olması true'ya dönüşür. A-nın 5 olması, bir dəfə deyin ki, arxa planda true'ya dönüşür. B-nin 7 olması da true'ya dönüşür. Hər iki tərəfdə true varsa, ilk onda true ilə true, AND operatoru vasitəsilə true alınır. İlk onda bizə true qiymətini vermiş olur. Və yaxud da belə götürək. A bərabərdir 5, B bərabərdir 7 və C bərabərdir 8.
O zaman nə olur? Bu da truya dönüşür, bu hissə. Bu hissə də truya dönüşür, bu hissə də truya dönüşür. 3 dənə turunu əllə birləşdirəndə yekunda turu alınır. Yəni, turuda məntiq, daha doğrusu ənddə məntiq bundan ibarətdir ki, hər tərəfdə, bütün hər yerdə turu qiyməti alınmalıdır. Turu qiyməti alınmalıdır ki, yekunda bizə turu qiymətini də vermiş olsun və şərt ödənsin. Yəni, if-də düzgün alınmış olsun. Üçü də turudursa, yekunda turu qiyməti almış oluruq. Amma üçündən biri false olsaydı, məsələn, baxaq nə olardı? Üçündən biri false olsaydı, yekunda false alınacaqdı. Yəni, istəyir 99 dənə turu olsun, bir dənə false olsun, fərqi yoxdur. Yenə də false alınacaq. Yəni, AND operatorunda mütləqdir ki, bunların hamısı true olmalıdır. Amma OR operatorunda fərqi yoxdur. OR operatorunda, tutaq ki, bir yazıram false, or false, or false. Burada, məsələn, hamısı false-dur deyə, nə alınacaq? Hamısı false deyə, təbii ki, false alınacaq yekunda. Amma hamısı false-dur. Tutaq ki, bir dənəsi true olsun, bircə dənəsi true olsun. O zaman baxaq nə alınacaq? O zaman gördüyümüz kimi true almış olacaq. Yəni, hamısı false olsun, bircə dənəsi true olsun, fərqi yoxdur. Yekunda bizdə true almış olur. Yəni, AND-də hamısı true olmalıdır ki, true alınsın. False-da, orada daha doğrusu, bircə dənəsi true olsa, yekunda true alınmış olar. Bu şəkildə yazmış olur. Mötərizə daxilində də yaza bilərik. Məsələn, mən yazıram true and, baxaq, mötərizədə true or false. Burada nə olur? True or false-un nəticəsi, true'dur, burada or false-dur. Yekunda nə olur? True'ya dönüşür. Çünki true or false, yekunda true'da, daha doğrusu orada bir dənə true varsa, true alınır. Ona görə true or false-un qiyməti yekunda true'ya dönüşür. Burada isə nə olur? True and true. True and true alındığı üçün burada da true qiymətini almış olur. Ona görə yekunda true çıxmış olur. Bir dənə mötərizə ilə nümunə yazaq. Məsələn, mən yazıram ki, or true and false. Burada nə olacaq? True and false-un qiyməti false olur. Çünki bir tərəfdə false varsa, yekunda hamısı da false alınmış olur. False. Burada true or false alınır. True or false-un qiyməti də, yəni true varsa, yekunda true alınır. OR operatorunda true alınır. Beləliklə, yekunda true qiymətini almış oluruq. Ümid edirəm tam aydın oldu. AND və OR operatorları növbəti videoda görüşənə qədər.